Mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Axar az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, yerlərdə bugün hələ də mövcud olan insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bugün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Ərazi bütövlüyümüz belə bərpa olunmalıdır, Paşinyan. Ermənistanın ərazi bütövlüyü Azərbaycanla sərhədin delimitasiyası yolu ilə bərpa olunmalıdır. Axar az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Razılaşmalara sadiqik və istənilən güc tətbiqini istisna edirik. Delimitasiya nəticəsində ölkələrin ərazi bütövlüyünün konturları almatı bəyannaməsi əsasında bərpa olunmalıdır. Bundan sonra mümkün ssenarilər müzakirə olunacaq, o bildirib. Paşinyan həmin qərarının səbəbini açıqladı. Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarına dair sənədləri ilin sonuna qədər dərc etmək qərarının səbəbini açıqlayıb. Referans AZ Sputnik Ermənistanla istinadən xəbər verir ki, o, bunun ATƏT-in Minsk qrupunun buraxılması prosesi ilə əlaqədar olduğunu bildirib. Proses başa çatdıqdan sonra bu sənədləri açıqlamaq imkanımız olacaq, o zaman bu sənədlərin dərc edilməsi üçün mənəvi və siyasi maneə aradan qaldırılacaq, Paşinyan brifinqdə jurnalistlərə deyib. Baş nazir həmçinin Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın başqa bir dövlətin liderinə ünvanladığı məktubu da dərc edəcəyini qeyd edib. O, bununla bağlı müddət açıqlamasa da, hazırda bu sənədin məxfiliyinin açılması prosesinin getdiyini qeyd edib. Xatırladaq ki, Serj Sarkisyan bir neçə gün öncə verdiyi müsahibədə 2019-cu ildə Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında ATƏT-in Minsk qrupunun yeni sənədinin olduğunu söyləmişdi. Sarkisyan bildirmişdi ki, əvvəlcə həmin sənədi Ermənistan üçün qəbul edilməz hesab edib, lakin sonradan onun danışıqlar üçün əsas ola biləcəyi qənaətinə gəlib. Buna cavab olaraq, Paşinyan Qarabağla bağlı danışıqlar prosesinə aid əsas sənədlər paketini, o cümlədən 2019-cu ilə aid materialları ilin sonunadək açıqlayacağını bildirmişdi.